Bugün mən Assaf Benyamini 53 yaşlı bir fərd olaraq sizinlə danışıram. Mən Qüdsdə, İsrail dövlətində yaşayan əlil bir insanam. Bu məktub sizə 2026-cı il yanvar ayının 8 cümə axşamı yazılmışdır. Məqsədim sadədir, gündəlik mübarizəmi və ləyaqətli həyat uğrunda fəryadımı sizinlə bölüşməkdir. Bu, sadəcə bir fərdin deyil, bir çoxlarının səsi ola bilər. Bu, mənə həyatın hər gün üzləşdirdiyi çətinlikləri təsvir etmək üçün son imkanımdır. Düşünürəm ki, heç kim bu cür mövcudluqla yaşamağa məcbur edilməməlidir. Bu məktubla sizə ürəyimi açaraq bir çıxış yolu axtarıram. İsrail hakimiyyəti illərdir ki, əlil və evsiz şəxslərə minimum ləyaqətli həyat şəraiti təmin etməkdən imtina edir. Bu, sadəcə mənə yox, cəmiyyətimizin ən zəif təbəqəsinə aid olan hər kəsə təsir edir. Gündəlik reallıq çox çətin, daimi və bəzən dözülməzdir. Bu, ən həssas vətəndaşlarını qorumaqda uğursuzluğa düçar olan bir sistemdir. Dövlətin qayğıkeş əlləri bizə uzanmaq əvəzinə bizə biganəliklə yanaşır. Bu, cəmiyyətimizin əsas dəyərlərini şübhə altına alan bir vəziyyətdir. Biz, əlillər, bu cəmiyyətin bir hissəsiyik. Lakin bizə sanki yoxmuş kimi davranılır, mövcudluğumuz inkar edilir. Minimum yaşayış standartları bizim üçün lüksə çevrilib, əlçatmaz bir xəyala dönüb. Hər gün oyanırıq və bilirik ki, bu gün də mübarizə dolu olacaq. Hər bir qəpik hesablanır, hər bir tibbi ehtiyac böyük bir narahatlığa çevrilir. Dövlət bizi unudub, biz isə yaşamaq üçün mübarizə aparırıq. Bu sistemli laqeydlik yalnız fiziki deyil, həm də zehni olaraq bizə ziyan vurur. Ümidsizlik hissi bəzən dözülməz olur. Lakin biz təslim olmaq istəmirik. Biz sadəcə yaşamaq deyil, ləyaqətlə yaşamaq istəyirik. İnsan kimi dəyər verildiyimizi hiss etmək istəyirik. Bu, hər bir insanın təməl haqqıdır. Biz bu vəziyyətin dəyişməsini tələb edirik. Biz daha yaxşı bir gələcək üçün ümidimizi itirmək istəmirik. Bu, bütün cəmiyyətin məsuliyyətidir. Evsizlər də eyni faciəni yaşayırlar, onlara heç bir dəstək göstərilmir. Qışın soyuğunda, yayın istisində küçələrdə qalırlar, yalnız yaşamaq üçün mübarizə aparırlar. Onlar da bizimlə eyni ağrını bölüşürlər. Bu acı reallıq bizi daha da dərin bir çətinliyə sürükləyir. Gündəlik həyatımız acı bir zəncirdir, hər gün yeni bir sınaqla üzləşirik. Lakin biz hələ də insan ləyaqətimizi qorumaq üçün çalışırıq. Bu dövlət əslində özünün ən zəif vətəndaşlarını müdafiə etməkdə iflasa uğramışdır. Vətəndaş cəmiyyətinin köməyi olmadan biz sadəcə yoxa çıxmağa məhkumuq. Bizim səsimizi eşitməyə ehtiyacımız var. Bu, sadəcə bir xəbərdarlıq deyil, həm də bir fəryaddır. Bizi bu vəziyyətdən xilas edin. Bizi bu qaranlıqdan çıxarın. Mənim sağlamlığım sürətlə pisləşir, hər keçən gün vəziyyətim daha da ağırlaşır. Bu, sadəcə bir narahatlıq deyil, həyatımı təhdid edən bir reallıqdır. Gələcək qaranlıq görünür. Sağlamlığımla əlaqədar xərclər durmadan artır və bu, böyük bir maliyyə yükü yaradır. Hər bir tibbi ehtiyac ailəmin büdcəsinə ağır zərbə vurur. Bu, dözülməz bir vəziyyətdir. Mənə tibbi müalicələr lazımdır, lakin onların dəyəri böyükdür. Hər bir dərman resepti yeni bir narahatlıq mənbəyidir. Bəzən ən vacib dərmanları belə ala bilmirəm. Müntəzəm tibbi müayinələr və testlər mənim üçün zəruridir. Onların hamısı böyük xərclər tələb edir. Bu xərclər məni borc bataqlığına sürükləyir. Gündəlik həyatımda mənə kömək edən xüsusi ləvazimatlara ehtiyacım var, onlar mənim ləyaqətli bir həyat sürməyim üçün əvəz olunmazdır. Lakin onları əldə etmək üçün pulum yoxdur. Dəstək xidmətləri olmadan mövcudluğum qeyri-mümkündür. Onlar mənim üçün hava kimi vacibdir. Lakin bu xidmətlərə də mütəmadi olaraq pul xərcləməliyəm. Bütün bu xərclər mənim onsuz da məhdud olan maliyyə imkanlarımı tamamilə tükəndirir. Mən bu yükün altında əzilirəm, hər gün daha da çətinləşir. Bu, sadəcə bir çətinlik deyil, bu bir fəlakətdir. Mənim bu reallığıma heç bir ağlabatan həll yolu təklif edilmir. Hakimiyyət orqanları sadəcə gözlərini yumur. Onlar mənim vəziyyətimə laqeyd qalırlar. İllər boyu mən hər mümkün mənbəyə müraciət etmişəm. Mən hər bir qapını döymüşəm, hər bir şəxsdən kömək istəmişəm. Lakin cavab həmişə eyni olub.
Bu müraciətlər çox vaxt biganəliyin keçilməz divarına rast gəlib. Heç kim məni dinləmək istəməyib. Ümidim hər dəfə qırılıb. Bəzən isə açıq düşmənçilik və ya pis niyyətlə qarşılaşmışam. Mənim ağrım heç kəsi maraqlandırmayıb. Bu, mənə dərin yara vurub. Bu laqeydlik və düşmənçilik mənə daha çox əziyyət verir. Mənim sadəcə yaşamaq istəyim inkar edilir. Mən insan kimi qəbul edilmək istəyirəm. Hər dəfə kömək istəyəndə rədd cavabı alıram. Hər dəfə ümid edəndə qapılar üzümə bağlanır. Bu vəziyyət tükəndiricidir. Mən artıq çarəsiz bir vəziyyətdəyəm. Mənəvi və fiziki gücüm tükənmək üzrədir. Bu fəryadım son ümidimdir. Mənim istəyim sadə və humanistdir. Mən heç kimdən yazığını diləmirəm. Mən sadəcə praktiki kömək axtarıram. Mənə kömək edə biləcək potensial mənbələr haqqında məlumata ehtiyacım var. Mən artıq təkbaşına mübarizə aparmaqda yorğunam. Zəhmət olmasa mənə bir yol göstərin. Xeyriyyə təşkilatları, assosiasiyalar və ya fərdi qurumlar. Kim olursa olsun mənim səsimi eşitsin. Sizin yardımınız mənim üçün həyat əhəmiyyəti daşıyır. Mənə ləyaqətli bir həyat sürməyə imkan verəcək maliyyə qrantlarına ehtiyacım var. Bu, mənim üçün sadəcə pul deyil, bu, yaşamaq üçün bir şansdır. Bu, mənim gələcəyə olan ümidimdir. Ən kiçik bir məlumat, yönləndirmə və ya yardım belə bir insanın həyatını yaxşılığa doğru dəyişə bilər. Siz kiçik bir addımla böyük bir fərq yarada bilərsiniz. Mənim həyatımı xilas edə bilərsiniz. Mən bu xahişlə sizin qarşınızdayam. Mənim səsimi eşidin. Mənim və mənim kimi bir çox insanın ümidini söndürməyin. Bu çağırış yalnız mənim üçün deyil, cəmiyyətimizdə görünməz olan hər kəs üçündür. Bizim həyatımız da dəyərlidir. Bizim də ləyaqətli yaşamaq haqqımız var. Sizdən xahiş edirəm, kömək əlinizi uzatın. Bizi bu qaranlıqdan çıxarmağa kömək edin. Bizi unutmayın. Hər bir kiçik yardım mənim üçün böyük bir əhəmiyyətə malikdir. Hər bir paylaşım bu mesajın daha çox insana çatmasına kömək edəcək. Xahiş edirəm, laqeyd qalmayın. Mənim hekayəmi dinlədiyinizə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu fəryadım boş yerə getməz. Mən hələ də yaxşı insanların var olduğuna inanıram. Bu məktubu oxuyan hər kəsə dərin hörmətimi və minnətdarlığımı bildirirəm. Sizin dəstəyiniz mənim üçün hər şeydən vacibdir. Gəlin, birlikdə bir dəyişiklik edək. Mən Assaf Benyamini, sizdən yardım diləyən, ləyaqətli bir həyat arzulayan bir insanam. Məni eşitin. Bizə kömək edin.